Demək, kimsə qızımın şəklini götürüb necəsə yayıbdır onu. Bunu bir çox səhifələrdən xahiş etmişəm, siliblər. Amma bəzilərinə yazmışıq, ümumiyyətlə baxmırlar. Buradan demək istəyirəm ki, əgər ki şəkili silməsəniz, o şəkil daha çox yayılmağa başlasa, şəkillərin bütün səhifələrin hamısına şikayət atacağım və körpə uşağa görə atdığım şikayət əsasında səhifəniz də silinə bilər. Hələ TikTok səhifələri bilirsiniz ki, körpələrlə bağlı, uşaqla bağlı paylaşım etmək olmur. Onun üçün xahiş edirəm özünüz silin, yoxsa mən şikayət atsam səhifəniz də silinəcək, sonra mənə zəng edəcəksiniz ki, şikayəti geri çək və mən çəkməyəcəm. Mən uşağımı göstərmək istəsəydim, zaten özümü göstərərdim. Göstərmirəmsə demək ki, bunu yaymaq lazım deyil. İnsanın biraz vicdanı olur. Yəni, bir reyting xatirinə olarmı belə şey etmək? Demək, bəziləri yazır ki, qızınız kimə lazımdır ki, evdə uşağım var, nə var. Sizə deyən var ki, mənim uşağım sizə lazımdır və ya sənin uşağın var ya yoxdur. Allah hər kəsin balasını saxlasın. Amma bu mənim qərarımdır. Mən övladımı göstərmək istəmirəm. Mən istəmirəm mənim övladım tanınmış olsun. Mən tanınıram, bəsdir. Mənim övladımı niyə paylaşırsınız ki? Ehtiyac olarsa mən özüm paylaşaram. Bu, bəzi içi qurtdularda yığışdırın da, bəsdirin də, nə aparasınız bu dünyadan? Niyə bu qədər kinlisiniz, bu qədər aqressivsiz? Hər insanın fikrinə hörmətlə yanaşmaq lazımdır. Bu mənim düşüncəmdir. Mən istəmirəm qızımı göstərim. Hələ ki istəmirəm. Bəlkə sabah istəyəcəm. Amma hal-hazırda istəmirəm. Mənə xoş deyil. Və ya göstərəcəmsə də özüm bilərəm, göstərməyəcəmsə də özüm bilərəm. Bunu başqa yerlərə niyə yozursunuz? Ay nəm, nə olacaq, göz mü dəyəcək? Nə dəxli var? Bu mənim qərarımdır, mənim seçimimdir. İstəmirəm sadəcə tanınsın üzü.